Salam değerli dostlar, bugün dərman bitkilərindən hər birimizin yabani zəfəran olaraq tanıdığımız elm adı ilə Cardamus tinctorius diye adlandırılan aspir çiçeği hakkında məlumat vereceğim. Aspir çiçeği çok qədim zamanlardan becərilən bir bitkidir. Həm geyim, həm qida üçün boya, həm də zəfərana ucuz alternativ kimi becərilmişdir. Ona görə də saxta zəfəran adını qazanmışdı. Karıştırılsa da Cardamus tinctorius yani aspir çiçeği ve əsl zəfəran olan Crocus sativus birbirinden fərqli iki bitkidir. Aspir çiçeği mürəkkəb çiçəklər fəsiləsinə, əsl zəfəran isə zamlıq kimlər fəsiləsinə aiddir. Bundan əlavə aspir çiçeği sarı narıncı çiçəklərə malikdir. Yağ və rəng verici vasitə kimi istifadə olunur. Ona görə yabani zəfəran və yaxud da yalançı zəfəran olaraq adlandırılır. Həmçinin rəngi və aroması əsl zəfərana nisbətən daha zəifdir. Əsl zəfəran dünyanın ən bahalı ədviyyatı hesab olunur, amma aspir çiçeği isə daha ucuz və əlçatan bir alternativdir. Bununla belə aspir yağı və çiçək ekstraktları linol turşusu baxımından zəngin olduğuna görə lipid mübadiləsinə təsir etməklə qan təzyiqini normallaşdırır və damar sağlığını dəstəkləyir. Qarında olan piyləri əritməkdə və insulin direncini aşağı salmaqda müsbət təsir göstərir. Bundan əlavə aspir çiçeği flavonoidlər və linol turşusunun tərkibi sayəsində iltihab mediatorunun sintezini azaldır və beləliklə iltihab prosesinin qarşısını alır, iltihab əleyhinə təsir göstərir. Nəmləndirici xüsusiyyətlərinə görə aspir bitkisinin toxumlarından alınan yağ dəri və saç baxım məhsullarında istifadə olunur. Həmçinin tərkibindəki saç kutikulalarını qidalandıran və hamarlayan, saçların böyüməsini, dərinin nəmlənməsini təşkil edən yüksək səviyyədə təbii lipidlər vardır. Aspir toxumu yağı həmçinin dərimizi qoruyur, antioksidant olan E vitamini və sızanaqların idarə olunmasına kömək edən linolein turşusu ilə zəngindir. Qədim təbabətdə bitkidən əsasən zəhərə qarşı antidot kimi istifadə olunub. Bundan əlavə menstrual ağrıların, doğuşdan sonraki qan axmanın, göğüs kürəyin, xroniki bronxitin, revmatizmin, osteoporozun və s. müalicəsində istifadə edilmişdir. Həmçinin tədqiqatlar nəticəsində onun antioksidant, ağrı kesici, iltihab əleyhinə və diabet əleyhinə təsirləri də əsas göstərilmişdir. Beləliklə dostlar, aspir çiçeği yalnız dərman bitkisi kimi deyil, eyni zamanda həm texniki bitki kimi, həm də kulinariyada da geniş istifadə olunur. Bu cür videoların davamı üçün səhifəni bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, sağlıqla qalın.